Salam uşaqlar. Salam əleykum. Əyləşin. Mən Goranboy rayonu Fəxralı kəndinin anadan olmuşam və uşaqlıq illərim çox maraqlı keçibdi. Biz təbiətin qoynunda çox vaxt keçirmişik. Yəni şəhər uşaqlarından fərqli olaraq. Təbiətin qoynunda çox vaxt keçirmişik. Amma dərslərimiz də öz yerində olubdu. Çünki mən uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. Talih elə gətirdi ki, mən müəllimlik ixtisasına qəbul oldum. Müəllimliyi sevməmişəm, açığı. Sevməmişəm çünki əsas məqsədim, hədəfim, qayəm hüquqşünas olmaq idi. Müəllimliyə daxil olduqdan sonra dostların və işıqlı, ondan sonra gələcəyə inamlı dostların sayəsində mən müəllimliyə inandım və onların timsalında müəllimin necə şərəfli, peşə olduğunu gördüm. Və sonra qərar verdim ki, mən də çox yaxşı müəllim olacağam. İnandım ki, insan öz arzuları ilə deyil, bəzən arzularından da daha çox böyük mükafatlara sahib ola bilir yəni. Bu müəllimlik mənim üçün böyük mükafat idi. Universitetə qəbul olduqdan sonra tələbələrin içərisində çox savadlı, müəllimliyi seçən, ürəklə seçən, müəllimliyi sevən dostlarla tanış oldum və bir müddətdən sonra gördüm ki, həqiqətən də müəllimlik elə mənim üçün imiş. Universiteti bitirəndən sonra iş müəllimlik ilim Şəki şəhərində başladı. 2006-cı ildə artıq mən təhsil həyatına qədəm qoydum və 2006-cı ildən sonra mən çoxlu rayonlarda, şəhərlərdə müəllimliklə məşğul oldum və bu dövrə qədər artıq 20-ci ildir. Yəni 20 illik müəllimlik təcrübəm var. 20 ildir mən müəlliməm. Deməli uşaqlar, ön şəkilçiləri deyirik. Ön şəkilçilər bunlardır. Bu şəkildə yadımıza saxlayırıq. Ba, bi, la, na, a, amti, co. Ba, bi, la, na, a, amti, co. Bunlar nə oldu? Ön şəkilçilər. Nənəmin atası Azərbaycanda ilk dünya məktəbi açanlardan biri olub. Gəncədə Mirzə Abbas Abbaszadə, Əhməd Cavadın müəllimi olubdu. Nənəmgil həmişə danışardılar, onun maarifçilik fəaliyyəti haqqında danışardılar. Bu mənim həyatımda az da olsa qığılcım idi yəni. Düz uşaqlıqda bunu anlamırdım. Amma sonra böyüdükcə onun maarifçilik fəaliyyətini gözümün qabağına gətirdim. Mən də ona bənzəmək istəmişəm, onun kimi olmaq istəmişəm. Yəni məncə babamın da, yəni ulu babamın deyil, ulu babamın da mənim müəllim olmağımda rol olubdu. Yer zərfləri hansılar idi? Yer zərfləri. Ora, bura, irəli, geri, sağa, sola, uzağa, yaxına. Təkrarlayaq, səni deyə bilərsən? Ora, bura, irəli, geri, aşağı, yuxarı, sağa, sola, irəli, geri. İlk iş təcrübəm belə əslində təcrübəsizliklə başladı. Təcrübəyə doğru addımlar atmağa başladım. İş dərsi dediyim şagirdlər məndən 4-5 yaş kiçik idi. Onlarla mən öyrənməyə başladım. Əvvəl özümə çox inanırdım, amma sonradan gördüm ki, bu universitet bəs eləmir. İnsan təcrübə qazanmaq üçün çoxlu çalışmalıdır, yeni şagirdlərlə tanış olmalıdır, onlara sevgi bəxş eləməlidir. Onları qucaqlamağı bacarmalıdır və beləliklə mən müəllimliyin insana nələr öyrədə biləcəyinin şahidi oldum. Bu günləri mənim o dərs dediyim tələbələrim, həkim olanlar var, hüquqşünas olanlar var, çox yaxşı mühəndislər var və bu günləri mən onları gördükcə müəllimliyə daha çox sarılıram. Yəni fikirləşirəm ki, mən hüquqşünaslıqda bu qədər fayda ola bilməzdim, bu qədər bəhrə verə bilməzdim. Elə bilir ki, mənə Allah gətirdi, müəllimliyin sayəsinin ortasına qoydu ki, sənin ən verimli, ən faydalı insan ola biləcəyin sahə müəllimlik sahəsidir. Mən, sən, o, biz, siz, onlar şəxs. Mən, sən, o, biz, siz, onlar şəxs. Mən, sən, o, biz, siz, onlar şəxs. Yaxşı uşaqlar, sonra gəldik düzəltmək kəmiyyət səhvlərinə. Hansılar idi? Biraz enerjili. Tamamilə dəfələrlə, bütünlüklə qismən. Tamamilə dəfələrlə, bütünlüklə qismən. Tamamilə dəfələrlə, bütünlüklə qismən. Tamamilə dəfələrlə, bütünlüklə qismən. Əslində mənim bu şəkildə dərs keçməyimin səbəbi fikirləşilmiş bir şey deyil yəni. O dərs müddətində yarandı. Məsələn, klassik şəkildə dərs keçəndə gördüm ki, uşaqlara çox maraqsız gəlir və enerjim də mənə imkan vermir və bu enerjini, o müsbət enerjini uşaqlara çatdırmaq üçün bu üsuldan istifadə etməyə başladım və gördüm ki, artıq uşaqlarda bir canlanma var, bir dirilmə var və bu canlanma, dirilmə mənim bu üsuluma bərk-bərk sarılmağıma səbəb oldu. Gördüm ki, uşaqlar bu üsulu daha yaxşı mənimsəyirlər, oxumağa çox inanırlar. Elə oldu ki, müəllimliyi sevən uşaqlar oldu yəni. Yəni deyirlər ki, biz də belə müəllim olacağıq da, müəllimliyi seçəcəyik. 600 balla müəllim olan uşaqlarla qarşılaşdım. Həvəsli dərs keçəndə
Onlarda da bir həvəs yarandı. Bir növ yəni qəlibdən çıxdıq yəni. Klassik üsuldan sanki yəni uşaqlar qəbullanmaq istəmirlər, sanki uşaqlar bu üsulda bezirlər. Təbii ki, yəni mən heç bir müəllimin rəhmətini kölgədə qoymaq istəmərəm. Yəni sadəcə mən də bunu bacarıram. Bu şəkildə yəni uşaqlara enerji ötürə bilirəm. Mənim müəllimlərim bu üsuldan istifadə eləmədən məni öyrədiblər. Mənə elm öyrədiblər. Mən də bunu bacarıram yəni. Mən də bu şəkildə özümü ifadə edə bilirəm. Uşaqları bu şəkildə enerjili saxlaya bilirəm, inamlı saxlaya bilirəm, oxumağa inandırıram. Uşaqlar bezmirlər, bezdirici deyil. Əslində uşaqların sevgisini qazanmaq kimi bir məqsədim qayəm olmuyor. Yəni sadəcə olaraq çox səmimi yanaşmışam. Uşaqları sevirəm yəni. Məncə bütün sirr bu sevgidədir. Bu bir plan, bir proyekt, nə bilim, yəni düşünülmüş bir şey deyil də. Uşaqlar hansı üsulu xoşlayırsa, mən onları özüm o şəkildə təqdim edirəm. Biliyimi o şəkildə sata bilirəm. Klassik üsulda əgər uşaqlar bezirsə, mən onlara onların istədiyi şəkildə özümü ifadə etməliyəm. Uşaqlar alıcıdırlar təbii ki. Həm də o uşaqlardan mən sevgi alıram da. Yəni bu şəkildə əgər mən onlardan sevgi ala bilirəmsə, onların o gözündəki işığı görə bilirəmsə, deməli bu üsul tutubdur. Ana dilindən uşaqların sevgisinin olmamasının səbəbi məncə dilimizi tam olaraq sevdirə bilməmişik. Yəni o inandıra bilməmişik Azərbaycan dilinin daha belə gözəl imkanlara sahib olduğunu, ondan sonra Azərbaycan dilinin sevimli dil olduğunu, yəni dilimizi sevdirmək məsələsi bizdən asılıdır yəni. Müəllim əgər dilini sevdirə bilmirsə, oturub bunun haqqında fikirləşməlidir ki, mən necə eləyə bilərəm ki, şagirdlərim mənim dilimi sevsin, mənim alan dilimi sevsin. Məsələn, mən ingilis bölməsində dərs keçirəm. İngilis bölməsində uşaqlar Azərbaycan dilinə qarşı soyuqdurlar. Təbii ki, çox keyfiyyətli uşaqlardılar. Ondan sonra savadlı, 4 dil bilən uşaqlar var. Nə olur olsun, mən öz ana dilimi sevdirməyin yollarını axtarmalıyam. Bu ən böyük mənim missiyam. Əgər bir ingilis, bir fransız, bir deyək ki, rus öz dilini müxtəlif yollarla sevdirə bilirsə, hansısa bir üsulla da, yəni məsələn adam var ki, öz ixtisasını qucaqlayaraq sevdirir, adam var ki, xoş sözlərlə sevdirir. Mən də bu şəkildə sevdirirəm. Elə uşaqlar var ki, müəllim deyir ki, siz bu şəkildə izah elədiyinizə görə mən bundan sonra Azərbaycan dilini oxuyacağam deyən uşaqlar var. Halbuki bu uşaqlar ingilis dilində danışırlar. Yəni ünsiyyət dili ingilisdir. Ünsiyyət dili məsələn rus dilidir. Amma bu musiqili, bu ritmlə izahlardan sonra bu uşaqlar Azərbaycan dilini sevməyə başlayıb. Düşünürəm ki, bu mənim üçün ən böyük uğurdur yəni. Klassik ədəbiyyatda ən çox maarifçi yazıçıların əsərləri məni çox təsirləndirir. Maarifçiliyin Azərbaycan gənclərini, Azərbaycan cəmiyyətini qurtaracağına olan inam var idi. Mənə bu çox təsir eləmişdi və mən də həmin o insanlara bənzəməyə çalışmışam. Məsələn, Cəlil Məmmədquluzadədir, Mirzə Ələkbər Sabirdir, romantizm ədəbi cəryanı nümayəndələri var. Hüseyn Cavid kimi, Məhəmməd Hadi kimi şair və yazıçıların əsərləri məndə ciddi bir iz buraxıbdı. Və o əsərlərdəki insanlara bəxş elədiyi üsullar, onların demək istədiyi o çarələr mənim beynimə hopmuşdu və mən də o çarələri uşaqlara təlqin eləməyə çalışıram. Oxuduqlarımı həzm eləyərək uşaqların anlaya biləcəyi bir dildə çatdırmağa çalışmışam. Yəni qurtuluşun təhsildə olduğunu, elmdə olduğunu uşaqlara hər zaman təlqin eləməyə çalışmışam və bunları əsərdə o hissələri uşaqlara danışmışam, çatdırmışam. Əslində burada gördüyüm uşaqlar çox belə kitab qurdu olan uşaqlar var. Tək mən deyil, bütün müəllimlər yəni kitabları uşaqlara çatdırırlar. Hansı kitablarda daha yaxşı məlumatlar var, hansı kitablardan daha yaxşı məlumatlar almaq olar, onları uşaqlara öyrədirlər, deyirlər.
Bu gün deyirlər ki, Azərbaycan təhsilində kişi müəllimləri azdır. Mən elə hesab eləməzdim. Bu gün artıq orta məktəblərdə kişi müəllimlərin sayı çoxalmağa başlayıbdır və bu məncə müəllimlik maaşının da yüksəlməsi ilə bağlıdır. İşləyən maaşla təmin olunurlar orta məktəbdə. İnanıram ki, gələcəkdə saylar daha da çoxalacaq. Mən fikirləşirəm ki, mən bundan sonra dünyaya gəlsəydim yenə müəllimliyi seçərdim. Nəyə görə seçərdim? Ona görə seçərdim ki, müəllimlik mənə çox dostlar qazandırdı. Yəni mənim şagirdlərim gələcəkdə mənim dostlarımdır. Onlar mənimlə dostluq eləyirlər, mən onların toylarına gedirəm, xeyir işlərində iştirak edirəmsə, deməli müəllimlik mənim üçün ən gözəl yoldur. Bundan gözəl yol nə ola bilər ki? Nə yaxşı ki, müəllim olmuşam və dünyaya ikinci dəfə gəlsəydim yenə də müəllim olardım yəni. Yenə müəllim olardım.